Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Fərif Firud qızı. Bu günlərim sizlərə differensial təlim mövzusunu izah verəcəyəm. İzaha keçməmişdən öncə istərdim ki, dərslər haqqında sizə məlumat verim. Əgər dərslərimiz haqqında kurikulumun fevral qruplarına qeydiyyatımız başlayıbdır, dərslər haqqında ətraflı məlumat almaq istəyirsinizsə 055 527 2599 nömrəsinə yazıb ətraflı məlumat ala bilərsiniz. Eyni zamanda da müəllimlər mövzuların ardıcıllıqla gəlməsini xəbərdar olmaq üçün Fərif Firud qızı kanalına abunə olmağı unutmursunuz. Eyni zamanda sınaqlar da paylaşıram müəllimlər. Hansı ki imtahan tipli sualları görmək üçün Fərif Firud qızı Instagram kanalında suallarımız var, sınaq sualları var. Keçib edib oradan işləyə bilərsiniz. İndi isə müəllimlər gəlin keçid edək mövzumuza. Bizim bugünkü mövzumuz differensial təlim olacaqdır. Differensial təlim dedikdə müəllimlər nə nəzərdə tutulur? Different sözünün mənası müxtəlif deməkdir. İngilis dilindən götürülmə sözdür. Yəni differensiallaşma eyni sinifdə, eyni təlim mühitində qavranmasına görə, öyrənməsinə görə, təlim nailiyyətinə görə müxtəlif olan şagirdlərimiz var təbii ki. Yəni bu şagirdlərlə fərqli metodlarla işləmək nəzərdə, yəni fərqli metodlarla işləmək, dərsləri hər qrupda olan şagirdlərə uyğun planlaşdırmamız nəzərdə tutulur. Və müəllimlər, şagirdlərin dedik ki, müxtəlifliyi var. Bir müəllim olaraq şagirdlərin müxtəlifliyini biz nəzərə almalıyıq ki, eyni sinifin daxilində mən eyni metodu istifadə edə bilmərəm. Sinif otağında 25-30 şagirdimiz varsa, bu 25-30 şagirdə mən öyrənmə tərzini bilməliyəm bir müəllim olaraq, qavrama səviyyəsini bilməliyəm bir müəllim olaraq. Daha sonra da onlara uyğun öyrənmə tərzini biləndən sonra dərsimi keçə bilərəm. Və müəllimlər, qavrama baxımından da çətin olan, belə deyək, aşağı səviyyədə olan şagirdlərimiz var. Qavrama baxımından yüksək aşağı səviyyədə, yuxarı səviyyədə olan şagirdlərimiz var. Təbii ki, bunlar arasında fərq qoymadan, amma şagirdlərimizə eyni bir, belə deyim də, hər birinin özünə məxsus şəkildə öyrənmə tərzi var. Bir müəllim olaraq bunu bilib dərsimizi keçməyimiz nəzərdə tutulur. Differensial təlim bəs necə həyata keçirilir? Müəllimlər, biz burada əsas 3 məsələyə diqqət yetirməliyik. Şagirdin marağı, şagirdin hazırlıq səviyyəsi, şagirdin öyrənmə tərzləri burada nəzərə alınır. Şagirdin marağı deyəndə müəllimlər nəzərdə tutulur. Yəni ilk olaraq şagirdin marağı dedim. Şagirdin marağı deyəndə müəllimlər, yəni bu şagirdimin marağı nəyədir? Nə ilə maraqlanır? Bunu yönləndirən hansı tərəfə mən istiqamətləndirə bilərəm? Yəni şagirdin maraqlandıran sahələri biz bir müəllim olaraq mövzuları müəyyənləşdirməliyik. Daha sonra hazırlıq səviyyəsi dedim. Yəni şagird indiyənə kimi nə bilir? Hansı səviyyədədir? Şagirdim nə öyrənibdir? Nələri öyrənməlidir? Bunları biz hansı mərhələdə bilmiş oluruq? Təbii ki, hazırlıq səviyyəsində. Bir də öyrənmə tərzləri var. Hansı ki, müəllimlər şagird audio, vizual, estetik oxuyub yazaraq öyrənmə tərzinə sahib olan şagirdlərimiz var sinif otaqda. Bir müəllim olaraq şagirdlərin öyrənmə tərzini də bilməliyik ki, mən bu uşağa, bu şagirdə mövzunu hansı tərzdə izah versəm, şagirdim daha yaxşı qavramış olacaqdır. Yəni şagirdin məzmunu hansı yolla daha yaxşı öyrənməsi nəzərdə tutulur və differensial təlimdə bir neçə komponenti özündə əks etdirir. Gəlin baxaq, sual verə bilərsiniz. Müəllimlər, hansı komponentdir? 4 komponentdir müəllimlər. Say olaraq desək, bu 4 komponentdir. Məzmun, proses, nəticə, qiymətləndirmədir. Məzmun dedim müəllimlər. Məzmunu belə deyək, şagirdə ötürdüyümüz informasiyadır. Burada Bloom taksonomiyası artıq işə düşmüş olacaq. Məzmun dedikdə müəllimlər, şagirdlər üçün tapşırıq hazırlayarkən biz Bloom taksonomiyasının mərhələlərindən istifadə edəcəyik. Hansı ki, Bloom taksonomiyasının mərhələləri hansılardır? Xatırlatma eləyək. Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq mərhələləri var idi. Yəni tapşırığın çətinlik dərəcəsini müəyyənləşdirən meyarlardan biri idraki sahənin mərhələləridir. Biz şagirdlərə sual hazırlayarkən, sınaq hazırlayarkən məhz Bloom taksonomiyasının mərhələlərinə uyğun olaraq aşağı təfəkkür səviyyəsinə, yuxarı təfəkkür səviyyəsinə uyğun olaraq tapşırıqları hazırlamalıyıq. Daha sonra proses gəlir müəllimlər. Proses dedikdə dərs prosesinin şagird üçün düzgün şəkildə qurulması nəzərdə tutulur. Yəni hər bir şagirdin özünə məxsus belə deyək, intellekti var, öyrənmə tərzi vardır ki, bir müəllim olaraq biz bu şagirdin hansı öyrənmə tərzində olduğunu bilib, yəni uğurlu differensial təlim üçün özündə məzmunu müxtəlif yollarla şagirdə çatdırmağa çalışmalıyıq. Yəni şagirdimizin öyrənmə tərzini bilib ona uyğun olaraq dərsimizi qurmalıyıq. Yəni proses nə dedik? Şagird üçün dərsin düzgün şəkildə qurulması. Və müəllimlər, bizdə burada iş formaları olsun, buna da diqqətlə yanaşmalıyıq. Çünki şagirdlərin bəziləri tək işləməyi sevə bilər, bəziləri cüt, bəziləri qrup şəklində işləməyi sevə bilər. Yəni proses komponentində biz bunu da nəzərə almalıyıq. Və müəllimlər, hətta bəzi şagirdlərimiz ola bilər ki, müəllimlər
işləməyi sevə bilər. Bəziləri müəllimsiz, yəni işləməyə daha çox üstünlük verər. Yenə də biz burada proses komponentində bunu mütləq şəkildə nəzərə almalıyıq. Daha sonra nəticə komponenti dedim. Nəticə komponenti deyəndə müəllimlər şagird əldə etdiyi bilik və bacarıqlar nəzərdə tutulur. Yəni bizə bir mövzunu təqdim edəcəksə şagird, ola bilər ki, şagirdim vizual öyrənmə tərzinə sahib olan şagirddir. Bu şagird mənə mövzunu nə cür təqdim etməlidir? Məsəl üçün vizual olaraq bir şəkil yarada bilər, bir slayd hazırlaya bilər. Vizual öyrənməyə aid də axı bunu bizə çatdıra bilər. Yəni müəllimlər nəticə deyəndə şagirdin əldə etdiyi bilik bacarığı bizə ötürülməsi nəzərdə tutulur. Şagird dərsin sonunda öyrəndiyi mövzunu, mənimsədiyi mövzunu bizə hansı yollarla təqdim eləyəcəkdir? Ola bilər ki, şagirdlərimizdən bəziləri oxuyub yazaraq intellektə malikdirsə, bu oxuyub yazaraq bizə təqdim eləyəcəkdir. Biri audiola malikdirsə, səsli belə deyək də müzakirə aparacaqdır bizlə. Yəni uşaqlar öz öyrənmə tərzinə uyğun olaraq bizə tapşırığı təhvil verməsi nəzərdə tutulur. Daha sonra qiymətləndirməyə keçək müəllimlər. Qiymətləndirmədə də, yəni qiymətləndirmə formativ, summativ qiymətləndirmənin nəticələrinə uyğun olaraq sinifə ümumi rəy bildirməməliyik. Yəni sizə testlərdə qarşınıza da çıxacaq ki, sinifə ümumi rəyimi bildirməliyik. Xeyr müəllimlər, sinifə hər birinə eyni rəyi biz verə bilmərik. Yəni bunun yerinə yaxşı olardı ki, şagirdlərin belə deyim də, çətinlik çəkdiyi məqamı müəyyənləşdirib həmin o çətinlik çəkdiyi məqamla bağlı istiqamət verməyimiz daha faydalı olacaqdır. Yəni sinifdə eyni zamanda müəllim tərəfindən aparılan qiymətləndirmə, özünü qiymətləndirmə, qarşılıqlı qiymətləndirmədən də qiymətləndirmə komponentində istifadə etmək ola bilər. İstifadə edə bilər şagirdlərimiz və differensial təlimin üstünlüyü də vardır müəllimlər. Üstünlüyü nələrdən ibarətdir? İlk olaraq sinifimizdə 50-liyi olan şagirdlər ola bilər, inklüziv şagirdlər ola bilər. Yəni bunlar üçün 50-liyi olan şagirdlər üçün effektivdir differensial təlim müəllimlər. Qələmimizi götürək. 50 olan şagirdlər üçün effektivdir və şagirdlər materialı necə öyrəndiyinə dair daha çox seçim imkanı verdiyimizə görə şagirdlər artıq burada öyrənmələri üçün daha çox məsuliyyət daşıyırlar. Məsəl üçün, esse vermişəm yazmağa, essedən 4-5 esse adı vermişəm. Ana təbiət haqqında, mənəvi dəyərlər haqqında, idman haqqında və s. 3 mövzu verdim. Şagirdlərdə buna hansı uyğundursa, özləri bir esseni seçib mənə təqdim etməlidirlər. Yəni artıq baxın, bir neçə seçim imkanı verdim. Uşaqlardan hansısa birinin bəhanəsi olmur da sanki. Mən vermişdiniz yalnız ana təbiət haqqında. Mən ana təbiət haqqında yaza bilmədim. Ana təbiət haqqında yaza bilməyən şagird mənəvi dəyərləri yazacaqdır. Mənəvi dəyərləri yaza bilməyən şagird idmanı yazacaqdır. Amma əsas məqsəd nədir? Şagird esseni yazıb bizə təhvil verməsidir. Yəni müəllim öyrənmə prosesini şagirdlərin təlim ehtiyacına görə qurduğundan bu siniflərdə daha az şəkildə qayda pozuntusu baş verir. Yəni testlərdə çıxa bilər ki, ümumiyyətlə qayda pozuntusu baş vermir. Bunu da yanlış götürür. Nisbət olaraq daha az səviyyədə qayda pozuntusu, yəni nizam-intizamlı uşaqlar daha az pozmuş olurlar. Və müəllimlər, hansı ki differensial təlimdə differensial yanaşmada biz scaffoldingdən də gəlin danışaq. Yəni effektiv differensiallaşdırılmış tədris proqramında şagirdlərin yaxın inkişaf zonası daxilində onların ehtiyaclarına cavab verən smart məqsədləri olan yüksək keyfiyyətli təhsil deməkdir. Hansı ki müəllimlər scaffoldinglə differensiallaşmanın məqsədi eynidir deyə bilərik. Yəni hər ikisinin məqsədi nədir? Şagird olduğu yerdən hədəfə çatdırmaq nəzərdə tutulur. Yəni scaffoldingdə differensiallaşma da eyni məqsədə xidmət edir. Testlərdə də bu qarşınıza çıxa bilər. Belə yadınızda saxlayın ki, scaffoldingində differensial yanaşmanın məqsədi ondan ibarətdir ki, şagirdi hədəfinə çatdırsın. Şagirdi hədəfə çatdırdı, amma bu oxşar tərəfidir də müəllimlər. Fərqli tərəfi nədir? Fərqli tərəfi ondan ibarətdir ki, müəllimlər differensial yanaşma dərs prosesində tətbiq edilir. Yəni baxın, differensial yanaşma dərs prosesində tətbiq edilir. Amma scaffolding isə bütövlükdə tədris yanaşmasını əhatə etmiş olur. Differensiallaşma fasilitatorsuz həyata keçirilə bilər. Xatırlayırsınızmı? Proses komponentini izah verərkən dedim, burada şagirdlər müəllim dəstəyindən ala bilər. Müəllim elə şagirdimiz ola bilər, müəllimin dəstəyini götürməz. Yəni kimdənsə kömək umma bilər, kimdənsə köməyini istəməyə bilər. Yəni differensiallaşma, fasilitasiya nədir? İstiqamət verən, özündən daha təcrübəli birinin mənə istiqamət verməsi fasilitatordur. Differensiallaşma, fasilitasiya həyata keçirilə bilər. Scaffolding isə mütləq şəkildə daha təcrübəli birinin dəstəyi göstərilməsi lazımdır. Yəni scaffolding nədir? Mənə müvəqqəti körpü rolunu oynayacaq şəxs, məndən daha təcrübəli birinin mənə bacarmadığım işdə köməklik göstərməsini biz adlandırırıq scaffolding.
Scaffolding müvəqqəti körpü rolunu oynayır burada. Ancaq mən işi bacardıqdan sonra scaffolding tədricən məndən uzaqlaşmağa başlayır. Çünki mən bu işi artıq bacarıram da. Yəni baxın, bir müəllim olaraq uşaqlara biz hərfi öyrədirik, hecanı öyrədirik, söz birləşmələrini öyrədirik. Daha sonra şagird başlayır sərbəst oxumağa. Biz nə edirik? Tədricən uzaqlaşırıq. Artıq şagirdin hecalı şəkildə oxumasına, söz birləşməsi etməsinə özümüz əvvəl dəstək olurduqsa, indi dəstək olmur. Çünki uşaq özü sürətli şəkildə oxumağı bacarır axı. Yəni artıq burada scaffolding geri çəkilmiş olur. Və müəllimlər, diferensial yanaşma testlərdə bu da çıxa bilər. Scaffolding içində yer alan bir prosesdir, amma bunun əksini verib sizi çaşdıra bilər. Bilək ki, scaffolding diferensial yanaşmanın içində yer alan bir prosesdir. Biz bunu doğru hesab etmirik. Diferensial yanaşma scaffoldingin içində yer alan bir prosesdir. Bunu isə doğru götürmüş oluruq. Bu haqda da danışdıq müəllimlər. Gəlin indi isə sınağımıza baxaq. Bir balaca ekranı balacalaşdırım, görünsün. Görünür zənnimcə. Baxaq birinci sualımıza müəllimlər. Bizə nə deyir? Birinci sualda cədvələ əsasən uyğunluğu müəyyən edin. Buyurun, siz də videonu saxlayıb işləyə bilərsiniz. Uyğunluq dediyinə görə müəllimlər doğrudan doğrunu, yanlışdan yanlışı seçməyimiz lazımdır. Şagirdlərə tapşırıq hazırlayarkən Bloom taksonomiyasının mərhələlərinə uyğun olmalıdır. Biz bunu harda dedik? Məzmun komponentdə. Doğrudur. Diferensial təlim zamanı şagirdlərin marağının nəzərə alınması. Nəticə, daha sonra hər birinə gəlin baxaq, sonra doğru düzlərimizi, səhvləri qeyd edirik. Şagirdlərə öz öyrənmə tərzlərinə uyğun tapşırıq hazırlaya bilərlər. Nəticə komponentində formativ və summativ qiymətləndirmənin nəticəsinə uyğun olaraq sinifə ümumi rəy bildirmək, qiymətləndirmə. Hansı ki, qiymətləndirmədə bəli dedik ki, ümumi rəy bildirməyimiz doğru deyil. Hər bir şagirdə ayrı-ayrılıqda rəy bildirməyimiz lazımdır. Ona görə də 4-ü yanlış götürdük. Şagirdlər öz öyrənmə tərzinə uyğun tapşırıqları hazırlaya bilərlər. Nəticə komponenti doğrudur. Diferensial təlim zamanı şagirdlərin marağı nəzərə alınmalıdır. Nəticə komponentinə doğrudur bu da müəllimlər. Daha sonra marağının nəzərə alınması bu proses komponentidir müəllimlər. Üzr istəyirəm. Bunu yanlış götürdük burada. 1 doğrudur. Daha sonra 1 və yanlışı götürürdük 4. 1 və 4 sualın cavabı olacaqdır A variantı. Siz də videonu saxlayıb müəllimlər sınağa baxa bilərsiniz. İşləyin, daha sonra bildirin fikrinizi. Diferensial təlimin üstünlüyündən deyil. Baxaq. Suala baxın ilk olaraq siz. Diferensial təlimin üstünlüyündən deyil. Diferensial təlim yüksək qabiliyyətli şagirdlərlə yanaşı əlilliyi olan şagirdlər üçün effektivdir, doğrudur. Şagirdlər öz öyrənmələrində daha çox məsuliyyət hiss edirlər, doğrudur. Şagirdlərə bir neçə seçim imkanı verdiyimizə görə şagird öz öyrənməsində daha çox məsuliyyət hiss edir. Öyrəniləcək mövzunun necə öyrəniləcəyinə dair daha çox məlumat verir. Elə bu da biraz öncə dediyimiz kimi bir esse vermirik. Bir neçə esse verdiyimizə görə şagird artıq özünə uyğunluğu seçəcəkdir. Öyrənmə ilə daha çox məşğul olurlar, doğrudur. Yəni şagirdin marağına dair biz tapşırığı verdiyimizə görə şagird öyrənməyə daha çox yönəlik olur. Bu siniflərdə nizam-intizam problemlərinin heç olmadığını müşahidə edirik. Heç olmadığını deyə bilmərik, daha az olduğunu deməyimiz daha doğru olur və diferensial təlimin üstünlüyünə aid deyil, Y variantını seçə bilərik. İkinci sual, baxdıq Y variantı. Üçüncü sualımıza baxaq. Diferensial təlimin hansı komponentinə aiddir? Diferensial təlimə görə bütün şagirdlər eyni dərəcədə müəllim köməyinə ehtiyac duymur. Bəzi şagirdlər fərdi, bəziləri cütlər, bəziləri də qrupla işləməyi seçə bilərlər. Məzmun komponentində müəllimlər dedi ki, şagirdə ötürülən informasiyadır. Proses komponentində isə dərsi şagird üçün düzgün qurulmasıdır. Yəni şagirdin maraqlarını biz burada nəzərə alırıq. Bu olacaqdır. Verilənlər şagirdlərin bəziləri fərdi, bəziləri cütlərlə, bəziləri qruplarla işləməyi sevə bilər. Müəllim dəstəyi ala bilər, müəllim dəstəyi almaya bilər. Bu isə daxildir proses komponenti. Cavab olacaq B variantı. Daha sonra 4-cü suala baxaq.
növbəti bir cədvəlimiz. Cədvələ əsasən uyğunsuzluğu istəyir müəllimlər burada. Yəni biraz öncə bir cədvələ baxdıq. Bu cədvəlin əksidir. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq dediyinə görə doğrunun altından yanlış, yanlışın altından doğrunu seçməliyik. Diferensiallaşmış tədrisdə şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınır. Doğrudur. Diferensiallaşmış tədrisdə şagirdin fərdi xüsusiyyətləri nəzərə alınır. Yalnız qruplarla iş formasında, yalnız deyil burada, yalnız qruplarla iş formasında təşkil etmək diferensiallaşmanı təmin edir. Xeyr, müəllimlər, yəni şagirdlərin bəziləri fərdi işləməyi sevə bilər, bəziləri cüt şəkildə işləməyi sevə bilər. Bu yanlışdır. Diferensiallaşmış fərdi xüsusiyyətləri nəzərə alır, bunu doğru götürdük. Diferensiallaşmanı təmin etmək üçün bütün şagirdlərə eyni tapşırığın verilməsi lazımdır. Eyni tapşırıq yox, şagirdin hər birinin özünə, öz öyrənmə tərzinə uyğun olaraq tapşırığın verilməsi lazımdır. Diferensial təlim şagirdlərin dərsə marağının artmasına təsir edir. Bu da doğrudur. İndi müəllimlər, doğrunun altından yanlış bizə lazım idi. Yanlış 2-dir. Yanlışın altından düz bizə lazım idi. 4 də doğrudur. 2-4. Cavab oldu yenə də burada A variantı. 4 sual qeyd eləmişdim müəllimlər bu sual mövzu ilə bağlı. Güman edirəm mövzu sizə aydın oldu. Fikirlərinizi rəy bölməsində yazmağı unutmursunuz. Kanala abunə olmağı, həmkarlarınızla bölüşməyi unutmayın. Sağ olun, salamat qalın.